Bismillahirrahmanirrahim. Bugün iyun ayının 12-si 2025-ci il. Dünənki tarixdə Azərbaycanın dəyərli, təqvalı, elmli ruhanilərindən biri Şeyx Sərdar Babayevin apellyasiya məhkəməsindən deməli açıq keçirilmiş apellyasiya məhkəməsindən səs yazısı yayılıb. Səs yazısında Şeyx Sərdar deməli iddia edir ki və sübutlarla, faktlarla ortaya qoyur ki, onun qapalı həbsxanaya köçürülməsi, 1 il ona qapalı həbsxana cəzası verilməsi qanunsuz olub və bu heç bir cəza törətmədən və yaxud da qapalı həbsxanaya göndərilməsi üçün heç bir əməl törətməsə də onu saxta sənədlərlə deməli faktları saxtalaşdıraraq və yaxud da saxta faktlar düzəldərək Şeyx Sərdarı qapalı həbsxanaya göndəriblər. Mən istəyirəm əvvəlcə Şeyx Sərdarın həmən məhkəmədən çıxışından bir neçə dəqiqə sizə deməli dinləyək birlikdə. Ondan sonra bəzi məqamlara işarə edək. Mən bu bir illik qapalı rejimə keçirilmə məsələsində bəzi səbəblər göstərilir. Səbəblər hamısı yalan. Məsələn, onların bizdə də işdə var. Burada yazılır ki, 10-2023-cü il tarixində töhmət elan edilir mənə. 11-ci ay 2023-cü ildə töhmət elan edilir. 11-ci ay 2023-cü il tarixində 5 gün Şüdəxanada, yəni İstintaq Həbsxanasında karserə köçürülmüşəm. Ondan sonra yazılıb 12-ci ay 2023-cü il tarixində 2 günlük karserə köçürülmüşəm. Bir də 1-ci ay 2024-cü il tarixində 5 gün karserə köçürülmüşəm Şüdəxanada. Bunların hamısı təbii ki, yalandır. Töhmətləri olan üsul deyərlər ki, töhmət vermişik, gelmişik, təqdim eləmişik, qəbul eləməkdən imtina edir. Amma doğrudan əgərdən kamera şəraitindən karser cəza çəkmə müəssisəsinə hər hansı bir səbəblə götürülmüşəmsə, demək mən Karsda qeydiyyata düşməliyim. Yəni bu penitensial xidmətdə qeydiyyata düşməliyim. Halbuki mən oktyabr ayının 5-də Şüdəxanada 5-ci korpus 52 sayılı kameraya daxil olmuşam və oradan çıxan günəmə qədər, yəni yanvar ayının 25-nə qədər 1 saat qədər kənarda olmuşam. Yəni burada göstərilən 3 dəfənin ərzində bu 12 sultanı təbii ki, mən Karsda keçirdiyim sürətdə kamerada ola bilməz. Amma mən bunların hamısını kamerada işləmişəm. Əziz izləyicilər, gördüyünüz kimi Şeyx Sərdar əsaslandırmağa çalışır və əsaslandırır ki, onu qapalı rejimə göndərmək üçün heç bir əsas olmayıb, heç bir deməli əməlin sahibi deyil ki, məhz o əmələ görə Şeyx Sərdarı qapalı deməli rejimə göndərsinlər. Əvvəlcə biz Şeyx Sərdarın həbs prosesinə qaydaq, onu xatırladaq. Şeyx Sərdar 2017-ci ildə ilk dəfə həbs olunur 3 illik. 2020-ci ildə həbsdən azad olsa da, 2021-ci ilin oktyabr ayının 21-də yenidən vətənə xəyanət maddəsi ilə həbsə alınır və ondan sonra təbii ki, bilirik ki, 2022-ci ilin yay aylarından təqribən Azərbaycanda dindarların həbs prosesi başladı. Qeyri-rəsmi məlumatlara görə bugün həmən deməli dövrdən başlayaraq təqribən 5000 civarında dindar, ruhani, ilahiyyatçı şəxslər deməli həbs olunublar. Saxta ittihamlarla şərlənərək həbs olunublar. Biz bunun dünən də şahidi olduq. Dünən də 13 nəfəri deməli həbs etdilər. Mən elə yeri gəlmişkən haşiyə olaraq bu məsələyə də toxunum. Dünənlər 13 nəfər, birinin yaşı az olduğuna görə 10 il, 6 ay, digərlərinə 15 il, 16 il, 17 il həbs cəzası verdilər və bunlar tam əminliklə mən deyirəm ki, bunlar saxta ittihamlarla həbs olunublar və saxta ittiham olmaları bunların heç bir cinayət törətmədiklərini, cinayətkar olmadıqları bunlar haqqında verilən ittihamlarla ki, hansı maddələrlə bunların haqqında
haqqında cinayət işi açılıb, həmin maddələri biz yan-yana qoyanda əslində anlayırıq ki, bu özü saxta ittihamdır. Çünki bu insanlara konstitusiyon quruluşu zorla dəyişdirmək və eyni zamanda narkoman, yəni narkotik vasitələrin istifadəçisi. Bu iki maddə bunların haqqında irəli sürülüb. Normalda, deməli, praktik olaraq normalda heç bir halda heç kim inana bilməz ki, bir adam konstitusiyon quruluşu zorla dəyişməyə cəhd edir və həmin adam narkoman olsun. Nəzəri cəhətdən mümkündür. Bir adama Cinayət Prosessual Məcəlləsinin bir neçə maddəsi ilə ittiham vermək olar. Amma praktik cəhətdən heç kim inanmaz ki, bir dənə narkoman getsin, dövlətin konstitusiyon quruluşunu zorla dəyişməyə cəhd etsin. Çünki bunlar tam fərqli bir maddələrdir, fərqli məsələlərdir. Narkoman deyiləndə ağla gələn bir varlıq, ağla gələn bir görüntü. Əlbəttə, özünüz fikirləşin, narkoman təsəvvür eləyin və həmən narkoman gedir dövlətdə, deməli, dövlətin konstitusiyon quruluşunu zorla dəyişməyə cəhd edir. Əlbəttə ki, heç bir ağıl bunu qəbul etmir və biz elə buradan da aydın olur ki, hakimiyyət bu insanların dindar olduqlarına görə və vilayətçi olduqlarına görə, bunu açıq tekstlə demək lazımdır. Vilayətçi olduğuna görə, əhl-i beytçi olduqlarına görə dövlət, deməli, hökumət dövlət resurslarından istifadə edərək bu insanları saxta ittihamlarla şərləyərək həbs edir. Bunun niyə, səbəb nədir? Bu barədə biz dəfələrlə danışmışıq. Bunun, bu sualın cavabları verilib. Ona görə də biz burada daha vaxt almaq istəmirik. Şeyx Sərdarla bağlı məsələyə qayıtdıqda, bəli, Şeyx Sərdar dediyim kimi 2021-ci ildə oktyabr ayında saxta ittihamla həbs olunub və o zaman da verdiyi açıqlama bundan ibarət olub ki, mən iki dövlət arasında qurban seçilmişəm. İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi dövrlərə təsadüf edirdi həmən illər və Şeyxin sözünün davamı belə idi ki, mən heç bir deməli ifadə verməmişəm və özümü günahkar hesab etmirəm, talihimdən razıyam. Bu, Şeyxin həbsi ilə bağlı öz münasibəti idi. Onu da deyim ki, Şeyx Sərdar Hacı Həsənli Azərbaycan ruhanilərinin içində ən təqvalılarından, ən savadlılarından, ən müttəqilərindən biri hesab olunur. Çox mənəviyyat adamıdır, yüksək elmə, mənəviyyata sahib olan bir adamdır. Azərbaycan hakimiyyəti də belə şəxslərin, belə ziyalıların deməli, varlığından qorxur. Çünki Azərbaycan hakimiyyəti bataqlığa, zülmətə elə qərq olub ki, belə işıqlar Azərbaycan hakimiyyətini qorxudur. Ona görə də bu hakimiyyət saxta ittihamlarla bu işıqları zindan həbsxanasına, zindan qaranlığına gömməyə çalışırlar. İnşallah buna nail ola bilməyəcəklər. Və Şeyx Sərdar orada söhbətinin səssiyasından növbəti hissələrdə Elnur İsmailov, deməli, Kürdaxanı Təcridxanasının rəisi Elnur İsmailovun adını çəkir və onun qapalı rejim həbsxanasına göndərilməsi bir ildə təqribən 35 nəfərin adını orada sadalayır, daha doğrusu rəqəm səsləndirir ki, 35 nəfər mənim deməli, saxta şeylərlə, faktlarla məni qapalı həbsxanaya göndərməkdə 35 nəfər cinayətkardır. Onların adları ilə məhkəmənin hakiminə təqdim edir. Əlbəttə ki, biz bu prosesdən də heç birinə gözləmirik. Bunlar hamısı eyni əməliyyatın deməli, detallarıdırlar, eyni əməliyyatın tərkib hissələrində. Bu məhkəmə hakimi də təbii ki, Şeyx Sərdarın o müraciətinə hər hansı bir müsbət cavab verəcək gözləmirik. Amma Elnur İsmailovla bağlı mən demək istəyirəm ki, Elnur İsmailov bilirsiniz ki, Azərbaycanda xüsusən bu penitensiar xidmət sahəsində Elnur İsmailov kifayət qədər cinayətlər törədib. Bunun adı korrupsiya hallarındadır. Bunun adı təqribən penitensiar xidmətdə deməli, korrupsiya yolu ilə, rüşvət yolu ilə dövr edən milyonlarla vəsaitin deməli, dövr etməsində bunun adı xüsusi keçir. Bu barədə elə internetdə yüngül bir araşdırma adın yazmaqla kifayət qədər material çıxır ki, Elnur İsmailovun kimliyi bəlli olsun. Ondan əlavə
bir neçə ay bundan əvvəl Elnur İsmayılovun biabırçı hərəkətləri ilə bağlı bəzi video faktlar təqdim etdi. Biabırçı hərəkətləri ilə bağlı bəzi deməli materiallar dərc olundu və bəzi insanlar bu barədə açıq şəkildə Elnurun kişiyə yaraşmayan əxlaqsız davranışları ilə bağlı bəzi faktlar təqdim etdi. Azərbaycan hakimiyyəti nə yazıq ki, bu faktlardan sonra Elnur İsmayılovu vəzifədən alıb, işdən alıb, onun haqqında hər hansı bir deməli istintaq başlatmaq əvəzinə ona daha da çox fürsət verir. Öz deməli hakimiyyət öz hiyləgər, iyrənc oyunlarını məhz belə şəxslərin əli ilə görməyə üstünlük verir. Biz birmənalı olaraq Şeyx Sərdarın deməli hüquqlarının bərpa olunmasını tələb edirik və bütün siyasi məhbusların, eyni zamanda Şeyx Sərdarın, dünən həbs olunanların və Azərbaycan həbsxanalarında heç bir günah etmədən mənəviyyat adamları olan, mənəviyyatı ümumiyyətlə təbliğ edən, mənəviyyat təbliğatçıları ki var, onlar bugün mənəviyyatsızlıqda suslanaraq həbs olunublar. Onların hamısını azadlığını tələb edirik. Azərbaycan hakimiyyətindən çox böyük yanlışda olduğunu bəyan edirik. Zaten Azərbaycan hakimiyyəti digər mövzularda, xalqla rəftarında, işsizlik məsələsində, digər xalqa etdiyi zülmlər və s. məsələlərdə kifayət qədər cinayətə bulaşıb. Heç olmasa bu cür təmiz, saf insanlara haqqında zülm etməklə, onlara böhtan atmaqla, onları azadlıqdan məhrum etməklə öz cəzalarını heç olmasa ağırlaşdırmasınlar. Və biz tələb edirik Azərbaycan hakimiyyətindən ki, birmənalı olaraq Şeyx Sərdar Babayev başda olmaqla bütün siyasi məhbuslar qeyd şərtsiz azad edilməlidirlər və bizim düşüncəmiz bundan ibarətdir ki, bunlar məhbus deyil, bunlar hakimiyyətin girovluğunda olan insanlardılar. Hakimiyyət öz girovlarını, girovluqda saxladıqlarında günahsız insanları qeyd şərtsiz dərhal azad etməlidirlər. Yoxsa onların ahı, bu xalqın məzlumanı olan ahı bu hakimiyyəti zaten tutub, amma daha betər cəzalara deməli götürə bilər və bunların vəziyyəti daha ağır ola bilər. Bir daha biz siyasi məhbuslara azadlıq tələb edirik və Allahdan istəyirik ki, Allah bu dəyərli, mömin, alim qardaşlarımıza izzətli azadlıq nəsib eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölüm olsun zalim rejimə, ölüm olsun İlham Əliyevə və ölüm olsun İlham Əliyev rejimini dəstəkləyənlərə.